Gəl evdə mayonez hazırlayaq, videosunu da çəkək dedim yoldaşıma. Bu video tutur deyib razı saldım, yoxsa ki hazırlamaq istəmirdim. İlk dəfə idi hazırlayırdıq, burada dua edirəm ki inşallah yaxşı alınır. Çünki yoldaşımın aldığı o təmiz sıxım olan zeytun yağından istifadə edirəm. Amma sizə tövsiyə edirəm ki iyi olmayan yağlardan istifadə edəsiniz. Bunu bişmiş yumurta ilə də eləyirlər. Yəqin ki sınamısız, sınayanlar varsa mütləq mənə yazsınlar. Məncə çox yaxşı alındı, sadəcə biraz yağın dadı gəlirdi. Resepti açıqlamada mütləq qeyd eləyəcəm, indi isə dadım vaxtıdır. Nə var öz resepti deyil, mən tapmışam resepti. Düz neçə dəqiqə gözlədim ki, yoldaşım reaksiya versin ki, necə alınıb. Şükür Allaha. Gəl evdə mayonez hazırlayaq, videosunu da çəkək dedim yoldaşıma. Bu video tutur deyib razı saldım, yoxsa ki hazırlamaq istəmirdim. İlk dəfə idi hazırlayırdıq, burada dua edirəm ki inşallah yaxşı alınır. Çünki yoldaşımın aldığı o təmiz sıxım olan zeytun yağından istifadə edirəm. Amma sizə tövsiyə edirəm ki iyi olmayan yağlardan istifadə edəsiniz. Bunu bişmiş yumurta ilə də eləyirlər. Yəqin ki sınamısız, sınayanlar varsa mütləq mənə yazsınlar. Məncə çox yaxşı alındı, sadəcə biraz yağın dadı gəlirdi. Resepti açıqlamada mütləq qeyd eləyəcəm, indi isə dadım vaxtıdır. Nə var öz resepti deyil, mən tapmışam resepti. Düz neçə dəqiqə gözlədim ki, yoldaşım reaksiya versin ki, necə alınıb. Şükür Allaha.